Ha? Mən sənin namusun, qeyrətin söyülməsin deyə gəlmişdim. Prezident ailəsi söyülməsin deyə gəlmişdim. Vilayət Evazov, bütün yəni başda oturanlar mənim qohum əqrəbəm deyilsiz. Yəni Azərbaycanın aparıcı yuxarı səviyyəsi də mənim namusum, qeyrətim qəbul eləmədi. Onun üçün gəlmişdim. Buradan da yenə də deyirəm, heç kim məndən inciməsin. Kimliyindən asılı olmayaraq Azal reysi ilə apararam. Əgər o adam suçlu olsa, adamların şikayətinə baxın da. Siz milləti salıbsınız bütün Avropanın çöllərinə, ağzını açıb haqqını istəyəndə deyirsiniz, yum ağzını. Belə uğraşlar budur onu. Bax, Ramiz Mehdiyevin ən yaxın adamıdır. Qayıtdı, bax bu adama dedim ki, Əlin Ağayevin anası söylür, prezident aparat söylür, ayıbdır, xəbər eləyin, burada ziyan çəkmiş adamlar çoxdur, biznesini əlindən alıblar. Dedi, Ramiz Mehdiyev deyir ki, qoy söysünlər. Bizim ağsaqqalımız Ramiz Mehdi. Dedim, bə İlham? Dedi, İlham kimdir? İlham divara şiyəndir. So, gör, bunlar. Bu Əliyə ana var idi, Eşat, dünən sıraha günündən çıxmışdı efirə. Mehriban Əliyevanın qohumu. Ay qardaş, gör, Mehriban Əliyevanın qohumunu bu günə ki salırlar, onda da prostoy qazilər nə varsın? Ha? Milləti qırırlar. Mehriban Əliyeva, İlham Əliyevin ailəsini saymırlar. Saymırlar, atamın görü saymırlar. Deyir, divara şiyəndir. Kimdir ki o? Ramiz Mehdiyev dedi ki, blogerlərə dəyməyin. Bu, Toğrul Məlikovun ağzından çıxan sözdür ki, Ramiz Mehdiyev dedi ki, blogerlərə dəyməyin. Bu nə deməkdir? Kim gedib belə əyilir, əyilməkdənsə da hərəkət edin, zəng eləyin mənə, deyin ki, bu haqq hesabı nətər çürütmək olur? And olsun Allaha, Akif kişi Zakir Qaralovdur, biri də Rüstəm Yusubovdur. İkisinin də qəbulunda olmuşam. İkisi də məni haqlı sayır. İndi ikisi də qəhbənin balaları gedib İlham Heydər Əliyevin heykəlinin qabağında donmalırlar. Güya onlara sədaqəti var. Qəhbənin balaları, sizə görə söyləyirəm mən onları. Siz məni qəbul edib vaxtında cinayətkar, rüşvətxor İbrahim Nehrəmlini həbs eləsəydiniz, bugün mən burada belə danışmazdım ki. Amma nə baş verir? Zakir Qaralovun qəhbə oğlanları milyarder. Rüstəm Yusubovun 3 dənə qəhbə qızı var. Diş həkiminin diş klinikası, göz həkiminin göz klinikası, hüquqşünasdır birinin hüquq bürosu, hərəsinin nə bilim 2 dənə, 3 dənə milyonluq villaları, Maybachları, Range Roverləri, Galenwagenləri, Rüstəm Yusubovun Oasis restoranı, nə bilim o restoranı, Gəncə dükanları, nə bilim nələri, qəhbə balaları yaşamaq sizə gözəldir. Milyardları var. Bunların yoxdur ki. Hamısı gəlir vəzifədə işləyir. Haqlı adamları haqsız yerə salırlar. Rüşvətlərini alıb gedirlər. Sonra da güya bunlar Heydərsevərdi gəlib donmalırlar. Mən də sizə görə Heydəri söyürəm də. Yoxsa mənim Heydər Əliyevdən nə işim var ki? Mənim İlham, şəxsən Rüstəm Yusubov məni qəbul elədi. And olal, hər dəfə də deyirəm. Məni qəbul elədi. Üzü gözümə baxa-baxa, gözü gözümə belli. Bax, bu qəhbənin balası, bax bu. 3 dənə qəhbə qızı olan. Qayıdır belə eləyir. Adam da deyir, gedib maşennikdən ev alar. Prokurorun mavini deyir, pul yığanıdır. Necə ona qəhbənin balası, sən bilirsən o maşennikdir. Cəzasını ver də. Deyir, adam da gedib maşennikdən ev alar. Bu cür o maşennikdə kef eləyir, bu qəhbənin balası da güya kef eləyir. Sizin kefinizə, sizin arvadlarınızın, qızlarınızın dilinin üstünə çiliyim. Ay Rüstəm Yusubov, ay Zakir Qarabov, ay İbrahim Nehrəmli. Şöyle deyirəm. Buradan bütün millətimə xahiş edirəm. O beynamus, beyqiriyyət, bax belə məmurların yaxın uşaqları ya qardaşı uşaqları kimlər varsa da Avropada atın şəhərlərini, hansı şəhərdə ya hansı ölkədə yaşayır. Buradan dədərgün salmaq lazımdır. Nətər orada da kef eləsinlər, burada da. Atın, onunla məşğul mən olaram. Ona problem yoxdur. Bir dənə